Salam dəyərli izləyicilər. Baxın, bu divan kreslonu bir xanım müştəri verib hansısa bir ustaya ki, təmir eləsin. Bu da bunun təmir vəziyyəti. Güya təmir olunub. Köhnə öz parçasının üstündən adi bir dənə parçanı çəkib verib. İçindəki belə bir şeylər güya yığılıb. Köhnə masalkaları qoyub, öz parçası qalmaq şərti ilə başqa bir parçaya üzləyib, verib müştəriyə ki, güya təmir olunub. Belə təmir olunmur. Ucuz işin keyfiyyəti belə olunur. Baxın, görün. Divanın içi belə vəziyyətdədir. Belə olmalı deyil. Köhnə masalka ilə yığılıb, üzləni belə necə öz köhnəsi qalıbsa, parçanı çəkib veriblər. Ucuz iş, yəni demək istəyir ki, belə olur. Ucuz işə allanıb, iş gördürməyi dəyməz. Bunlar hamısı indi sökülüb təzədən yığılacaq. Bu onun müştərinin gətirdiyimiz evindən divanın vəziyyəti. Köhnə vəziyyəti, əvvəlki. İndi düzələndən sonra sizə təzə təmir olunan vəziyyətin göstərəcəyik, necə təmir olunub. Buyurun, baxın. Həmən qırmızı parça ilə olunan divanı yüksək evdə təmir eləmişik. Türkiyənin parçası, masalkası qoyulur, yüksək evdə təmir olunur. Buyurun, baxın. Masalka da dəyişilir, parça da dəyişilir. Yüksək evdə təmir olunur. 8-10 ildə zəmanət verilir. Baxın, yüksək evdə təmir olunub. Allah canı sağ eləsin, Elnur usta. Amin inşallah. İstəməyən göz çıxsın.